Hə yoldaşlar, salam, sabahınız xeyir olsun. Mən Namiq, yenə də çəkilişə başlayıram. Ağdərə rayonunun Qızıl Mədənindən getdik. Allah məhəmmət ya. Deyib bax, görsən mədənlər burada bax. Sür. Bura Qızıl Mədənin çıxan yerdir. Mis mədəni. Can yataq, gül yatağın ərazisidir bura. Can yatağı. Hı? Can yatağı. Hədə can yatağın ərazisidir. Güzel bir şey. Havası var. Yaşlılar. Adama lezzet edeyim. Bak bura Kamran. Can yatağın, gül yatağın, o sen dediğin o iş yoludur bura. Bir bak qabaqda soldakı qozun dibində yeyirdik. İlan oğlanın ayağının altından qaçdı, ötə çıxırdı. Bir bak bu sobanın dibində. Bence belə qaldı. Hə, bence düz sür belə, düz sür. Bax bura şərəfsizlərin abidəsi idi bura. Hə. Bura 41. Sonra da şey nədir, Qarabağ müharibəsi. İnşallah olmuşdular. Təmizlərini razı izi belə. Buradan da belə qayıdırsan Qızıl Mədəninə gedir. Sür gedir. Gedək qabağa çəkək qaydaq. Bax. Bura mədənin ərazisidir. Bu hansı ki o vaxt ermənilərdə olan da bura. Şuşanın üstündə Laçın yolunda nümayiş gedirdi. Bax bundan ötəri. Buranı qazıb talayırdılar, bu qızılları çıxardırdılar ona görə. Allah ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində azad olundu. Bax buradan da Kamran sağa yol dönür, gedir çıxır o şeye, sizin kətlərə tərəf. Qabaqdan bir yerdən dönüb qayıdarsan. Buranı çəkdik bəsdir. Belə. Qaydaq çıxaqsa yataq şu yataq burada. Buradan magazin olur. Bu tarafa gedə bilmədiklərinə görə bu yol asfalt edirlər ki, rahat geçsin gəlsinlər bu tərəflərə də Vəngəzada getmək üçün. Ona görə bu yola xərc çəkiblər, yolu düzəldirlər. Düz gedəsiniz. Bu maşın belki Ağdərənin içindeydi. Bu da magazin. Bura mövqeydi. Trampolin var, burada trampolin var. Yok. Paşinyanın qohumları qoymuşdu o trampolin, o vaxtdan var. Buradan yol çəkirlər də sənin üst tərəfə. Bu gecə çıxır, sizin kəndə gedən yol yoxdur ki. Bilmiyorum. O şəhidin plakatı var deyə, düz onun yanına geri çıxır. Ama bu bir belə bizdə dolayı yol yoxdur da can yatağa tez çatır. Yox, budur. Burada da bir trampolin var, qabaqda. Yavaş sür. Burada nəsə iş görürlər, qabıza daşıyırlar. Çaylağın içində.
Orada nasıl görsen texnikalar işləyir orada. Deməli, harda qəşəng mənzərəli yer var, şərəfsizlər yaşayırdı. Ondan da belə bizə kəllatırdılar. Öz yerimizdə oturup bizə ağalıq eləmək istəyirdilər. O da alınmadı. Ali Başkomandanımız ona imkan vermədi. Cənab Prezidentimiz. Şəhidlərimizin sayəsində aldıq buranı. Bugün ayın 1'i 6. ay 2025. yıl. Son yataqdayıq. Beni kaldırıp koyacağım başına. Bak bu yolda bir tane de 24 var, böyle dereden düşüverir kalıp ağaçların boğazında. Yüzderiye taraf. Arkadaşlar gelmişik. Bu Xatınbəyli kəndinin şəhidləridir. Allah hamısına rəhmət edin. 5 nəfərdirlər buradakı şəhid plakatında göstərdikləri. Allah hamısına rəhmət eləsin. Bizim o qəhrəman qayna. Allah yaxşı. Allah rəhmət eləsin. Allah o dünyası versin. Kim? Bu da kət çıxanda olub, kətdən deyirlər o aşağıda. Bak bu Sarı kişi institutu yarımçı koydu, geldi Vəkdə 92'de Vək əməliyyatında rəhmətliyə getdi. Allah rəhmət eləsin. Bak bu da bunun halası oğludur. Benim de daimi yerinəsin. Allah rəhmət eləsin. Bak bu oğlan da polisdə işləyirdi. Bu kişi. Atabala da onlar. Onlar atabaladı. Deməli axırıncı ilə ikinci atabaladılar. Kət çıxanda bu kənd erməni hücum eləyəndə güllə boynundan dəydi. Vertolyota çadıra bilmədi. Bu da gene polisdə. Allah rəhmət eləsin. Bu da bunların yaşadıkları kəndimiz. Xatınbəyli kəndi. Bir təmiz bir an qalıb buralar. Bak bunların yolu bir de buradan geldi bak. Bak. Deyə təmizləyirlər yolu. Bak o yol buraya indi. Deyə bax bu yol görsən təmizləyib işləyək yol Bunların edirlər. kendin yolu buradan geliyor. Kendin içine girip buradan çıkıyor. Aşağı yok. Buradan gelip gelirler o bir çıktığım gibi. Bak burada 6 aydan sonra şeyler vardı. Kət çıkmıştı kalmıştı. Geldiler bak burada 6 aydan sonra bunu diye bu uçukların altından taptılar. Meydin. Meydin yoksa kalmış. 6 aydan sonra sağ qalmışdır. 6 aydan sonra burada Ermeniler postozda dolandı diye oralarda postları var. Hə. Ermeniler öldürmemişti. Buralarda azalttı. Gelip tapanda yüzünüz adınız uca tüysat batmıştı. Su zat isteydi. Gücüm tanışırdı. Uçaklar taraflarında kaldılar. Böyle yaşadım. Eşin Allah rəhmət eləsin. Məkanlar cənnət olsun. Allah bu bayrağımızı həmişə uca eləsin. Oğlu da yaş döyüşüktü. Onun ata eviydi. Kimin? Zabir edep kişiydi. Hanguliye. Xanquliyev ədəb kişi. He. Onun evidir lan bu yukarıdaki. Onun eviydi. Onun o tarafında bir evi hasa kişi vardı. Rahmetliye gidip onun o tarafında evler. Bir de bu kahramanın kaynatasının eviydi. Bunların eviydi. He, Allah Üç eviydi. rəhmət Bak eləsin. böyle bir eviydi. O tarafta da bir ev var. Bak orada sığınak değil. Bak. Sığınak orada. Bu dağın arasına ha? Ha bak o ne o yalın belim var ya orada. Ha. Ermeni benim esimden kette kalanda topu getirip oraya çıkartmıştılar. Oradan vayenli zaten eşsiz Kasım Sok'la yendirende dedi ya buna gücü çatmayacaktı. Dedim ben aparacağım. Bak oradan hüllendi geldi diye o derelere düştü. 92. yılda. He.
Hələlik gedək. Ha, burada Orta Güney Pəyən kəndinin yarısıdır bax. Yarısıydı. Bak burada yarısı var. Yollarda buradan çıkıldı bak. Buraya Ha, kadar bu da yollarıdır. Bak bu da evləridir. Pazarın Qaniköy gözler vardı. Ha. Bak onların evleri buradaydı. Bak burada olur. Ha. Ben burada gelin de arkaya gidiyor. Gördüm ya bu küçük evi zaten. Tanıyabilirim. Tamam, o armutluq haraydı. Mən dedim ya düşdüm Ha, oradan. geride kaldı. Hele ben Keşbaş orada kaldım da. Bu bulaktan biraz aynı oradan olmalı. Orası. Buranın da şaşkeval basmış bilirsen. Hardan düşüp hardan geliyorsun. Sen öz evinizin yerini tapırsan, ona qarın tapasdan ki rəhmətli ol. He? Öz evinizin yerini tapırsan sen. He, yok bunlar şu. Kendinizi mən gösterdim sana. Sen gedi şey tapansa. Yine de bu şəhidlərimizdir. Bak bu da bir kendi şehitleri. Orta kendinde. Orta. Kendi yukarı orta. Orta güney. Orta Güney Pəyəkən. Adara rayonu gördün mü? Orta güney. Allah rəhmət eylesin. Hansı? Ama sana dedim ya ki kolunun biri yok. Ha. Taptılar diye ortadaki var ya o alanı. Ha, bu aynı formada. İyi bak bunu. Bak onlar da kentten gibi atabalar ayarladılar. Kadının da kucağında bir uşak tapmadılar. Allah rahmet eylesin. 92. Allah rəhmət eylesin. Çok sert pavrotları var, yolları var. Yollar rahattı ama pavrotlar çok dolamadı. Pavrotlar riski çönmədi. Şöyle şəhidlərimizi yakından çəkək. Bura Orta Güney Pəyə. Baş Güney Pəyə kəndidir. Bu da bizim şəhidlərimizdir. Allah hamısına rəhmət eləsin. Allah bu bayrağımızı həmişə uca eləsin. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Sağ olun. Ha, o bığı şey uzun. İyi bak bu. Ha. Bu vayne paltarda olan, o yaşlı paltarda olan. Ha, Allah rəhmət eylesin. Mekanları cennet olsun. Şansı. Kadın. Ha, fraşkalı. İyi bak bunu. Üçüncü. Şimdi bir başın gezdarı versen. Ha, değil bak bu. Hakimiydi, kendine hakim oldu. Bu sizin kendin həkimi buydu. Bizim kendine hakim oldu. Allah rəhmət eylesin. Bunun meydin tafda təzə etsin. Ha bak bunun. O yanan evdeki buydu. Ha bak. Bir tarafta saz var. Alem. Görüşüm. Ev bu kadının göründeki var. Ha, cavan oğlan arıq. Doğru bir Allah rəhmət eylesin. ama bunlar geçmiyor. Allah rəhmət eylesin. Bu kız da babası yine zaten gören kalbini Kəlbəcər. Buradan Gedib düşür, sağa görür, dönür götürür. Heyvalıya tərəf. Tramboma gedən yol, Kəlbəcərə gedən yol. Buradan öyle. Sola gedir Sırxavəndə, Doğuşanlıya, Vəngə. Bax bu sola gedirik biz Vəng istiqamətinə. Bax bu üç yol həmən yoldur. Üstdəki yol gedir Kəlbəcərə, sola qayıdan gedir yol Sırxavəndə, Qıçana, Vəngə, Doğuşanlı, Xocalıya, Xankəndinə çıxan yol. Körpüdə Rus 92-ci ildə Rus vaylısı. Rus nə qalıb? Rus vaylısı durdu 92-ci ildə.
Çok mənzərəli yolları var. Çok maraqlı, gözəl yerdir. Çəkilmişik, baxmamışam. Bu da magazinləriymiş. Kısan kəndinin magazini. Buraya yazıp Sırkavəndə. Buradan da Sırkavəndə düşür. buradan Sırkavəndə düşür də, bu yol ayrıcıdır bura. Kısandan düşür də Sırkavəndə. He, buradan düşür. Ləzzətli bir yer tapmışıq burada, yolun qırağında. Dediği yerə düşək, bir çay içək bu mənzərədə. Hadi maşındakı stolları getir. Maşında stol var da ne getir. Bir çay içək burada, yolumuza devam edək. Getir bəli, orada təmiz stollar var. Gel. Ha, yine gelmişik Kıçandayıq. Kıçanda evler çok salamat qalıb. Yaxşı vəziyyətdədir. Girib yaşamaq olar demək olar da. Buradan baxsan belə evler hamısı hər bir şey yerindədir. Narahatçılığı yoxdur. Yaşamaq üçün yaxşıdır. Buradan belə də çıxırsan bəri. Burada ləzzətli bir istalabalar olur bunların. Biz də gəlmişik burada bir çay içirik. Bir de bir dincələ bir çay içək. Burada da bir dənə voyenli Uralı qalıb. Motorun zadını söküb aparıblar. Ama Ural özü həyatdan köçüb. O vaxtdan qalanlar Ural'da. Ama burada bunların burada bir böyük restoranlar olur. Qəşəng meşənin içində ləzzətli bir yerdir bura. Gəlib istirahət eləməli yerlərdən biri də burada. Heç hara getməsən, düz yolun qırağında saxlayırsan, maşınını verirsən bu yoldan kənara, yer var da, burada yox, belə açıq. Buradan da qapına sırap istən sal içəridir, 1-2 metr içəri. Burada xudmanı oturmaq üçün qəşəng yeri var. Belə, sağ olun, salamat qalın.